Salam değerli əziz izləyicilərimiz. Bu günləri Binə qəsəbəsində sizin üçün bağlı bağçalı, yəni 5 sotlar, 4 otaqlı şəxsi yaşayışlı evin çəkilişinə gəlmişik dostlarımız. Qiymət münasib qiymətə deyilir. Videonun sonunda deyiləcək. Gördüyünüz kimi həyətimiz 5 sotdadır. Şəxsi evdir, köhnə evdir. Həyətində belə bir ayaq yolusu. Evimizin darvazası tam asfaltın üstündədir değerli izləyicilərimiz. Gedirik, asfaltı da göstərək sizə. Gördüğünüz kimi tam asfaltın üstünde değerli dostlar. Oradan buraya gelene kimi vaxt itirmemek için pauzaya bastık ki tez bazar yani video çekilişimiz geçsin. İsteyen olsa darvazamızı yani içeri de çəkə bilərsiniz, içeriden de qoya bilərsiniz. Gazımız, ışığımız mevcutdur, suyumuz artisan suyudur 24 saat. Evimiz yaşayışlı evdir. Qəşəng Dədə Baba evdəndir dostlar. Eyvanımız neye desen değer balkonumuz. Bu balkonda oturup öz bağınızı seyretmeyi neye deseniz değer. Bunun yayı da lezzetli var qəşəng. Değerli dostlar, bu hissədən evimizin yan tərəfindən arxası və digər bölünə də keçmək olur. Yani rahat şekilde kombimizde her bir şey mevcuttur, internetimizde. Samavarınızı, manqalınızı qaladınız. Əsl yəni həyat evi dostlar. Qiyməti də münasib qiymətə deyilir. İndi inşallah keçirik evin içərisindən sizi tanış edəcəm. Girişdə belə bir zalımız var. Qəşəng genişdir. Değerli dostlar, burada bir yatağı otağımızdır. Otaqlarımız çok qəşəng genişdir. Patolokumuz da hündürdür. Burada ikinci yatağı otağımız. Üzülü sayın. Aha. İkinci yatağı otağımız. Bu hissədə bizim burada böyle bir üçüncü. Değerli dostlar. İsteseniz zal eləyəsiniz, isteseniz yataq otaq eləyəsiniz. Böyük otağımız qəşəng. Evimiz 140 kvadratdan da yuxarıdır. İndi inşallah keçəcəyik mətbəxlə sizi tanış edəcəm. Keçirik indi sizi mətbəxlə tanış edeyim. Mətbəximizdə dostlar qəşəng genişdir. Mətbəx mebeli də göğsüdə qalacaq. Təbii ki, kombimiz də var. Değerli dostlar, bir dənə evimizin sanitar ve sanuzelidir burası. Yani metlaq vurulub kafeli yoxdur. Ama böyle işləydi, duşu falan her bir şeyi. Değerli dostlar, evimizin qiyməti 65.000 manata deyilir. İnşallah gəldinizdə real alıcı ilə danışıb razılaşma olar. Allah alanında satanda xeyir versin. Sağ olun, var olun.